Uşaqlar, əvvəla mən bu gün sizin hamınızı salamlayıram. Bu gün bilirsiniz nə gündür? 20 oktyabr. Dünya Aşpazlar günüdür. Bu gün münasibəti ilə mən sizin hamınızı təbrik edirəm. Hamınıza can sağlığı, uzun ömür, necə deyək, əlləriniz dadlı, ləzzətli olsun. İşləriniz nailiyyətli olsun. Zəhmət kesirsiniz, gəlirsiniz, bax, oxuyursunuz. İnşallah arzum budur ki, bu peşəni qutarma. Gedim mən restoranlarda işləyib, təcrübə yığayıq. Demirəm o dəqiqə şef olasınız. Çünki o dəqiqə şeflik pilləsinə çatmaq hələ tezdir. Yavaş-yavaş təcrübə yığa-yığa, işləyə, inşallah şef rütbəsinə çatasınız. Sizə uğurlar, sizə nailiyyətlər, necə deyərlər, əlləriniz dadlı, qazanınız qaynar, qazınız yanar olsun. İndi iş başına inşallah. Bugünkü dərsimizdə Bugünkü dərsimizdə Gürcü mətbəxinə aiddir. Çikolelidir, toyuqdur. Tərkib olunan toyuqdur, qəşəng. Keşniş vurudur, pomidordur, qırmızı bibərdir, yaşıl bibərdir, acı bibərdir. Yəni bunlar reyhandır. İkinci bir salatımız var. Bu da xarici mətbəxinə aiddir, qəşəng diyetlik salatdır. Brokoli, kələmdir, o da tərəvəzlərdəndir. İndi ən axırda hamısı göstərəcək. İnşallah. Başlayalım dərsimizi.